Bahalı neyini bu meyxanada? Ama sevirlər onu. Bahalı neyini? Bu paqadillu. Kişilər baxımda getməz. Qabaqda dursa çox qabaqdadır. Vüqarın xoş gəlmisən ey dost, gözüm üstündə yerim var əl yazmasının tarixi. Bəzilərinin stajından çoxdur. Həqiqətənmi düşünürsüz Vüqar bunu paxıllığımdan deyir? Vüqarın söhbətinin məğzini anlamaq bu qədərmi çətindir? Vüqarın dərdi nədir? Vüqar bunu niyə deyir? Bunu başa düşmək bu qədərmi çətindir? Məsələ məncə heç nu məsələsi də deyil. Ona tələbatı olan bir kütlənin var olmasındadır. Qardaşlar, gəlin bu sənətin özəylərinə qarşı biraz diqqətli olaq.